Dəyərli izləyicilər, son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Tarix Əliyevlə deməli Elgizin verilişi bağlandı. Zaur Nəboğluna isə şiddətli töhmət verilib. Belə ki, Elgiz Əkbər və Tolik'in müəllifi və aparıcısı olduğu veriliş bağlanıb. Bu barədə məlumat yayılıb. Bildirilir ki, Elgizin ARB-də yayımlanan Elgizlə izlə verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyev isə bu həftə canlı efir qadağan edilib Tarix Əliyevə, ona görə də əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər yayımlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq. Həmçinin vurğulanır ki, Zaur Nəboğluna şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq və bildirilir ki, kanalların heç biri bu məsələyə cavab verməyib, onlara ünvanlanan suallara cavab verməyib. Tarix Əliyevin aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda danışmaq istəmədiyini açıqlayıb. Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr efirin həddən artıq bayaqlaşması ciddi narazılığa səbəb olub. 1 kilogram bal sizə hədiyyə verəcək. Bir balon ama alsa ki. Bir balon bal alana 1 kilogram bal hədiyyə kampanyamız davam edib. Hər biriniz 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq bu möhtəşəm, sırf naturalni, yaxından da gətirib bunu bir də çək göstərgi ilə dağ çiçəklərin balondan kim əgər istəyirsə zəng edib sifariş eləsin. 051 546 39 39 bir balon alırsınız, 1 kiloqramla mən Arıçı Vidadi tərəfindən sizə hədiyyə olunur. Hər biriniz bu fürsəti əldən verməyin. Kampanyamız yalnız və yalnız Ramazan ayı günlərində davam edəcək. Sağ olun.